Sabahınız xeyir kızlar. Bugün biz ekskursiyaya gidəcəyik. Bugün bizim gəzintilərimizdən günün vloqunu çəkəcəm sizlərə. Mən belə giyindim. Biraz birsə qolu bağlı giyin deyiblər. Mən də ona görə qolu bağlı və dizi bağlı giyindim. İnşallah ki gözəl olar və hər xırdalığına qədər sizlərlə paylaşacağım. Belə yavaş-yavaş düşürük yola. Sumkam da artıq hazırdır. Ən birinci mən nəyi qoyuram sumkama? Bizə ən vacib olan powerbankdır. Onu qoydum. Adaptörün USB-sini qoydum və bir dənə qısa qol köynək qoydum ki, birdən isti olar və dodaq boyası və kontur. Başqa heç bir şey götürmürəm. Yüngül olacaq. Birdən biz orada ticarət mərkəzinə gedəcəyik. Alış-veriş edəcək bir şeylər olursa götürmüşəm bu sumkamı ki, rahat olsun. O boyda böyük evlər nə qədər balaca görsənir uzaqdan. 10-cu mərtəbədəyik və aşağıda artıq bizi avtobuslar gözləyir. Yenə var burada, tam çəkə bilmirəm. Gedək yavaş-yavaş. Sabahınız xeyir. Zəhmət olmasa sizə bir vərəq verəcəklər. Ad, soyad və doğum ilinizi nə qədər istəməsəz də qeyd eləməyi qeyd edin. Zəhmət olmasa qeyd eləyərsiniz. İndi qabaqdan gəlir, arxaya kimi gedəcək. Hər kəs avtobusda əyləşən hər kəs onu doldurmalıdır. Çox sağ olun. Через 2 часа как раз. Ticarət mərkəzində alış-veriş etmək istəyənlər gedə bilərlər. Qalanlar da məndən Ну, oteldə если qala что, я bilərlər. потом напомню, пока только вот 12-15, он и он пишет. Да? Просто Mən belə три водички. görürəm ki, bizim Если что, şahdağ наверху kimi там bir есть yerdə сувенирный dağlı магазин, ərazidə там тоже kanat можно falan купить. da var. Деньги с собой берем, вот, самое главное. Qəşəng yerlərdə. Kanat falan var. Deyirəm də eynən bizim şahdağ kimi, amma bura daha gözəldir. İki nəfər buraxırlar. Əla. Kanata bindik. Günə xalat əgərə. Ay gün.
Can. Xatirə xanım. Çok güzeldi ha burada. Baxaq. Koy da Seyit'e. Buyurun. Birlikteyik. Biz de burada Sevda 5 nəfər bir kanata mindik ve yukarıya doğru qalxırıq. Əsas mənzərəni sizə göstərdim. Biz Taqa dağına qalxırıq. Dağın tam başına. Ve oradan mənzərəni sizlərə göstərəcəyik. Baxın, biz artıq kanata çıxdıq. Neçə pilləkən dedilər? 300. Yo 400 dedi pilləkən qalxacaqsınız. Ondan sonra isə balaca bir pilləkənlə Mən qalxacaq. elə bilirdim pilləkəndən qalxacaq bunu. Yuxarıda da hələ qalxacağımız yer Baxın, burada qızlar, var. görün hara getdik. Görün necə gözəl. Qəbələdə minmişik, biz çox minmişik. Qəbələdə də qəşəngdir amma. Əlbəttə ki, hər yerin öz təbiəti özünə görə gözəldir. Gözəl. Məni burada bəşək. Yuxarı qalxacağıq sonra. Bax yuxarı. Mənə təsir eləmir, dağlar qızıyam. Gedəcəm mi? Hə, gedəcəm hamısını. Ay. Aman öldüm. Az kalıb. Одежда у вас, в принципе, закрыта у всех. Но если кому-то надо, справа серый халат висит. Oral vurmak olmaz. Bu Allah var.
Sən can nədir bu? Nə deməkdir bu? Bəlkə bizə üzərlik yandırıb göz dəyməsin. Heç nəyə toxunmaq olmaz, sadəcə çəkilişlər və şəkillər çəkmək olur. Xanım bizlə gələn rus dilində onu izah edir. Hərəmizə naushnik veriblər və biz də onu dinləyirik. Biz kilsənin yuxarı hissəsinə, əsas hissəsinə qalxırıq yavaş-yavaş. Olmak isteyenler de bir dua edesi olmuyor zaten.
Bu ayaklar niye düştü? Şu ayaklar. Sonra birleştirer. Dünyanın en büyük uzanmış budasıdır. Ben çekip burada indi gedib reis video çekeyim bir dənə Instagram üçün. En büyük budasının yanında mən özümü də çəkim sizlərə. Belə çəkim. Çok güzel. Həqiqətən də. Biraz bu şlyapa mənə aman versə, şəkillərdə də tam düşür gözlərimə. Buraları gəzənlər varsa, yorumlarda yazın fikirlərinizi. Biz yavaş-yavaş artıq aşağı düşürük. Çəkilişlərimizi elədik. Yəni ağlımıza gəlməzdi ki, gəlib buralarda bu çəkişləri edə bilərik. Gəlirsən biri getsə, kanalımın adını gəzməyi, görməyi qoyacağım. Heç bir meymun, heç bir şey qabağımıza çıxmadı. Sizə komandamın Yaqut direktorunu göstərim. Təminə xanım mənim ilk məsləhətçim olub. Ona görə qeydiyyatdan keçin, öz yaxınlarınızı dəvət edin bu şirkətə. Yəni qazanmaq üçün, qazandırmaq üçün. Görürsüz, tək mən qazanmıram. Təminə necəsən? Yaxşı. Biz ikimiz də çox etirazlarla bura başlamışıq, evdən qoymayaraq, böyük bir əngəllər qabağımıza çıxsa da, yəni necə deyərlər, yoldaş qoymamaq, qaynana qoymamaq, imkan verməmək, ətrafın olmaması, internetin olmaması. Bunlara baxmayaraq biz burada davam elədik. Yəni bəzən düşünürəm ki, həqiqətən də çox güclü insanam. Belə düşünürəm, çünki mən uşaq vaxtı çox həddindən artıq çətinliklər görmüşəm. Çox fiziki işi çox görmüşəm. Çox sıxıntılarımız olub. Çox ağır işlər görmüşəm. Ona görə də bəlkə bərkimişəm. Ona görə şükür Allaha ki, mənim yerimdə olsaydı, təxminən yerində başqası olsaydı, bəlkə o vəziyyətdə işləməz. Hal-hazırda komfortda yaşayan xanımlarımız var. İnternet, telefon əlində. Onu düzgün dəyərləndirməyi sizə tövsiyə olunur. Bax, bugün başlasaz, misal üçün, bir ildən, 2 ildən sonra siz də buralarda ola bilərsiniz. Məsəl üçün burada indi hal-hazırda qızıl direktorlar var bizlə bir yerdə. Artıq hardasa bir ildir fabrikdədir. Yəni düşünün ki, 1 il, 2 il, 3 il sonra siz harda olacaqsınız. Baxın, ayrı ölkələrdə vardır, hamısı fabrikdir. Burada gəzintiyə gətiriblər. Hamısı, bütün fabrik dünya üzrə bu səyahət verilib. Düşünün, nə boyda səyahətdir, nə boyda xərclərdir. Belə yazılmaq üçün isə bloqumun altında nömrəmi qeyd eləyəcəm. Hər zaman həmin nömrə WhatsApp-ım aktivdir. Nə vaxt istəsəz yazıb qeydiyyatdan keçə bilərsiniz. Özünüzə lazım olan məhsulları alaraq sadəcə öz baxın mənim kimi yaxınlarınızdan başlayaraq dəvət edib komandalar quraraq həm gəlir qazana bilərsiniz, həm də ki baxın belə dünyanı gəzə bilərsiniz. Artıq bu il ərzində ikinci səyahətimdir. Keçən dəfə paylaşmışdım Antalya səyahətini və bu bizim bu il Vyetnam səyahətimizdir. 2 səyahət ard-arda düşdü, çünki keçən il müharibə oldu. Ona görə də Rusiya müharibəsi olduğuna görə səyahəti ertələdilər və bu ilə 2 səyahət saldılar. İndi bu il artıq bizə Kibir səyahət hədiyyə olunacaq. Yəni bu növbəti ildə biz Kibir səyahətinə gedəcəyik. Gəldiyim sizə həqiqətən də çox möhtəşəmdir, yəni çox gözəldir. Məncə siz də mənim kimi ancaq kinolarda bax, bunlara baxa bilmişsiniz. Mən hətta multiklərdə baxmışam. Belə yəni ki, sizə də maraqlı gələr bu kəlmələr. Həqiqətən də super bir sözlə sağ olsun fabrik şirkətinin rəhbərliyi,
yəni bu şirkətin qurucusu xanımları bu qədər dəyər verir. Artıq xanım demək olmaz. Burada demək olar 30-40% artıq bəyləri görürəm. Özdə ki bizim ölkə biraz az buna əhəmiyyət verir. Ayrı ölkənin kişiləri daha çox xanımların yanındadır, daha çox bu işə daha meyil salır. Çünki burada stabil gəlir yoxdur. İşlədikcə gəlir çoxalır, işlədikcə inkişaf çoxalır, həyat dəyişilir. Yəni nə qədər çox işləsən, o qədər də qəşəng qazana bilirsən. Belə yavaş-yavaş düşürük aşağıya. Hal-hazırda biz saat 12-yə qədər burada olacağıq. Sonra artıq nahar edəcəyik. Nahardan sonra yeni gəzintilərimiz var. Günəşə çıxanda üzüm qızarır. Öz üzümü az çəkirəm. Çünki mənim günəşə qarşı allergiyam var. Dərim çox həssasdır. Bayaqdan orada qızlar söhbət edir ki, Allaha inanmaq lazımdır. Təbii ki, onlar Allaha inandığı üçün, onların içində inam olduğu üçün bugün o duaya da inanırlar. Ona görə duaları da gerçəkləşdirirlər. Hər şey yaradan təbii ki, Allahdır. Bu yolları da onların qabağına çıxardan Allahdır. Mən belə düşünürəm. Həmin bu insan onu yaradıb, ümumiyyətlə bütün bu buranı o yaradıb. Birinci bundan başlanıb. Bu gedib dağlara, dağlarda o artıq meditasiyalar eləyib. Bax, ondan sonra bunlar hamısı yaranır burada. Qüvvədə olan, hazırdakı monastirdə orada olan keşişlərdir də, manat keşişlər biliyorsunuz, səhv eləmirəmsə. Onlar yəni bundan başlayıb. Oradan mən çəkildim. Davay. Elə qızım. Nasıl böyle? Kakası uğraşacak da mı? Benim ömrüm şeyini gördüm. Bana anladım. Ира, ты должна меня здесь на ступеньках сфоткаться. Я бы села, я просто не знаю, грязно, да? Нет, там как поднимется, там еще... Elə günür yerdi ki bura. Biz burada nahara gəlmişik. Naharı burada eləyəcəyik. Sizə çəkin naharda. Azərbaycan yolunda ayrı. Deyirəm ki, qızlar qaldır bunların başlıqlarının yeməkləri. Bax, deyir qoxusu pisdir. Bunlar nəsə qatırlar. İnanın ki, bu qoxu artıq bizi öldürüb də. Buna baxın. Kukruzu.
Hamı yeməyə qaçır. Mən çəkilişə. Wow. Dağdan düşüp sonra gideceğiz başka yerlere gitmeye. Hava da haddinden artık çok istedi. Dağa kalkır diye biz kalın paltarlarda götürmüştük hatta ama burada çok istedim. Трос виж бізде, отыздан. Трос виж. Біздің виж сақсында. Raccaria nel Cusazema. Biz artıq ekskursiyadan yavaş-yavaş qaydırıq. Düşdük aşağıya. 300 addım pilləkəndən yuxarı qalxdıq. Dua edənlər elədilər. Mən də əslində içimdən hər zaman ilk öncə Allahıma inanıram, sonra da ki dualara inanıram. Ona görə də dua elədim, şükür elədim və bugünümə təbii ki qayıtdım. İnşallah yavaş-yavaş gedirik. İndi yol gedəcəyik, sonra nahar eləyib, nahardan sonra da artıq biz ticarət mərkəzinə gedəcəyik alışverişə. Bugün artıq saat 4-də biz qayıdacağıq otelimizə. Demək olar ki, bütün günü gəzirik. Çox gözəldir, gəzmək həqiqətən. Kan. Ha imza kadar. Ha.
Zəhərləri o qədər güclüdür ki, insanı çalıb öldürə bilər. Hər ilana uyğun olaraq xüsusi onun dərmanları vardır və amma bir dənə iş var ki, ona hər hansı bir çarə bulmaq üçün cəmi hər ilan üçün müxtəlif bir müddət var. Misal üçün kral kobrası üçün 20 dəqiqə var cəmi ki, ondan istifadə edəsən. 20 dəqiqə ərzində onu etmədinsə, getdi. İndi də yerlər onu. İlanlar kişilər kimi gün ortalar yatırlar, ancaq gecələr çıxırlar meydana. Ona göre orada bir şey çok önemli bir şey. İlanlar demə, heç nə görmürlər və heç nə də eşitmirlər. Mən heç onu bilmirdim doğrudan da. Hava çekiliş ediyor. Herkes özü için kadırlar götürüyor. Neyse. Kaça boyutlar? Meşan etrafında kalıyor. Bu Vietnamların qəbristanlıqları. Qəribə qəbristanlıqları var. Kıza baxay necə sürürsən, can yanmış. Adam bunları görüb lap həvəsi gəlir. Yandıran da var şey. Yandıran da. İndi biz yavaş-yavaş gedirik ticarət mərkəzinə. Saat 6-ya kimi orada alış-veriş edəcəyik. Oradan da qəşəng bir şeyləri çəkib sizlərə paylaşacağım. Rəhbətə gedəndən sonra hə özü ya vəsiyyət edirlər, ya da ümumiyyətlə ailə özü düşünür, fikirləşir. Kimsə elə bizdə olduğu kimi dəfn olunur, kimsə elə yandırılır, kremasiya olunur və kimsə də ola bilsin ki, o yandırandan sonra o xüsusi belə bir güldanın içinə qoyub onu evində onu saxlayırlar. Eşitdiniz qızlar, hər cür. Yəni istəyən adi bizim kimi adət ənənələrlə bastırırlar, eləsi var yandırır, eləsi də var ki, evində saxlayır deyir bu şey kimi. O, ölü evində necə yaşamaq olar? Nə olsun ki, yaxınıdır, öləndən sonra evində ölü saxlayır, yaşamaq olar. İstəyirsən kimsə hər yeri səpərlər. Səpərlər. Mesmo tanto curioso. Falta de marcar kadar. Qəşəng evləri var, dəbdəbəli burada, bu şəhərdə. Bir dənə də maraqlı bir detal deyəcəm sizə. Deməli, Vietnamlılar karaokeni çox sevirlər. Hər yerdə oxuyurlar. Xeyirdə də, şərdə də. Şərdə də oxuyurlar ki, o dünyada da bu insanın daha yaxşı, bilmirəm, yaşasın ya yox, vəziyyəti yaxşı olsun orada. Ha onlarda ağappaq geyinirlər. Otelde Biz gördük de geçen yanlarında. akşamlar adamlar Birinci otelde kalmadı. Otelde Bir karaoke eşitsə, sizin Bizdə ölü yerində qara geyinəndə, bunlar deyir ölü yerində ağ geyinirlər. O değil Yasin. ara giymişdilər. Mənzərələr qəşəngdir deyə çəkirəm sizə. Daha dəbdəbəli evlər olan bir yerə gəlirik. Qıza baxın. Toyda da değil. Biz gördüğümüz değil. Ha biz o yandırırlar şöyle. Bunlar
maskalar niyə taxıblar? Üzlərini bağlayıblar. Kişilər də maskalar taxır. Yolla gedə-gedə görsəz ki, al-əlvan, gözəl avtobus gedir. Taxtalı, qəşəng naxışlı və s. Və içində insanlar mahnı oxuya-oxuya gedirlərsə, ağ libaslar giyinirlərsə, bilin ki, kimsə ölüb. Oho! Taftalı söylüyor, taftalı. Biz yeri göyü dağıdırıq biri rəhmətə gedəndə. Biri çəkib statusda paylaşmışdı. Ruslar da vurur da. Tokuşturmur hamısı vurur. Demək, onlar inanırlar ki, ölümdən sonra da başqa bir həyat vardı və o həyatları daha gözəl olması üçün onlar elə şən yola salırlar. Bir tərəfdən də orada pozitiv insanlar. Öləndə də ağlamalar, mahnı oxuyurlar. Düz eləyirlər də, dünyanın zülmündən qurtulub deyə ona razı olublar. Türkiyədə həyatda rahat bir gün yaşamırıq. Deməli, biz artıq çatmışıq. İləridə ən böyük heykəl var. Heykəl də əjdaha meyvəsinə qoyulub. Çünki burada bax bu yerdə, bu rayonda ən çox istehsalatına baxıb, Özü namaz yetişdirilən daha doğrusu. Niye kardeşim? Meyvəsi, meyvəsinin ən böyük heykəli var. Dünəndə dinləyirlər. Kardeşi. Deyir getdi. Şeyle Azərbaycan yaşamış. Gəldi ora deyir gəldindən sonra başını götürər. Başından keçən zaten 102 milyon. Ada yani bunlar şimdi de bayağı burada keçənlər var. Bəli, elədir. Peki şəraiti eləmək üçün ödür. Baxın qabaqda, sol tərəfdə baxın kurqdan. Sol tərəfdə deyək, bir dənə dinləyək də. Heykəldir, ən Anam böyük dedim deyir heykəldir. onun dərdindən öldü. Gəlmədi yazsın. Əşyalar hər avtobuslar, müxtəlif avtobuslarda qaydacaq. Baxın, Lotin Mart adlıdır. Zəhmət olmasa baxın, bax o hipermarketi kimin böyük. Avtobuslar sizi düşürdüyü yerdə dayanacaqlar. Şeydir, Lottomarta gəldi. Ne dedi oraya Ya gəldi? elə burada da dayanacaqlar. Hansı avtobusda üstündə poberlik gördünüz? Irina xanım, mой ventilator и шляпу, спасибо. Hamı gedir yavaş-yavaş alış-verişə. Baxın, gülür bizə. Bu dedi də əjdahanın ürəyi. Bayaqları Tataxan danışırdı orada. Ticarət mərkəzi deyəndə bizimkilər. Sonra baxayım. Çəkilişə çox icazə vermirlər, ona görə çəkiliş eləyə bilmirəm alış-verişdə. Belə də ki, belə yaxşı bir şeylər yoxdur. Qiymətlərdə o qədər fərqi yoxdur. Mən qızlarım üçün biraz maraqlı bir-iki şey istəyirəm. Görüm onlara nə tapa bilirəm. Qəşəng bir şeylərdir. Cəmaət də elə alır ki, elə bil Azərbaycanda heç nə yoxdur. Nəyə lazımdır o qədər daşıyasan? Meyvələrə baxayım. Allah haqqı heç nə almaq istəmirəm. Yəni bəyəndim heç nə yoxdur. Bunların ən sevimli yeməyi. Yolda gələndə görmüşdünüz, mən ağacları göstərmişdim sizə. Bax onun o bu meyvələrdir. Ən bahalı meyvələr bunlardır. Nə yazıblar bunun üstündə? Baxın. O qədər yeməkləri yeyə bilməmişəm ki, şirniyyətə yaxın gələndə elə bilirəm ki, bunların hamısı o qoxu verir. Almaq istəyirəm, amma tərəddüd eləyirəm ki, almayım. Belə qızlar gəzdik bütün günü. Gəldik, indi də şam yeməyini yeyirəm. Şam yeməyi üçün mən nə götürdüm? Sizlərlə paylaşmaq istəyirəm. Biraz meyvə götürdüm, biraz da şirniyyat. Biraz da şirə. Şirniyyatla çayı da götürmüşəm, qıraqda qoymuşam ki, birazdan içim. Və belə.
Bugünlük də sizinlə belə bir vloqla sağollaşmaq istəyirəm. Növbəti vloqlarda görüşənədək.